Biz Siqnaxi Bələdiyyəsində Türkiyə məxsus olan hərbi təyyarənin qəzaya uğradığı ərazidəyik. Kadrlardan da gördüyünüz kimi Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları həmin əraziyə, hadisənin baş verdiyi əraziyə girişi bağlayıb. Buna səbəb isə Gürcüstan Daxili İşlər Nazirliyinin, eləcə də müvafiq qurumların ərazidə istintaq prosesinin aparılmasıdır. Onu da diqqətinizə çatdırım ki, bir saat bundan əvvəl Gürcüstan Daxili İşlər Naziri Gela Geladzeda hadisə yerində olub və bizdə olan məlumatlara görə Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq qurumları, eləcə də Fövqəladə Hallar Departamentinin texnikası, təcili yardım və lazım olan bütün qurumların texnikaları və əməkdaşları hadisə baş vermiş ərazidədir.